Allah çox sadə reseptlərlə deyir ki, qohumlarla əlaqəni pozmayın. Qonşularla əlaqə, çöldəki insanlarla, ehtiyacı olanlarla. İndiki insan kimdir? İndiki insan heç kimi görmək istəmir. İndiki insan tənha insandır. Evinə qonaq gələndə narahat olur. Gəncləri məcbur deyir ki, mən filan kəslə evlənəcəm, xoşbaxt olacağam. Evlənir, görür, xoşbaxt olmadı. Elə bilir ki, aldığı mal zay çıxıbdır. Aparır, qaytarır fabrikaya. Mən boşanıram bu oğlandan, mən boşanıram bu qızdan. Başa düşmür ki, siz ona görə əziyyətli yaşayırsınız ki, siz əziyyətli yaşamalısınız. Çünki siz kalsınız. Yəni, əziyyətli yaşayanların... Allah elə bunu açıq şəkildə deyir, həm Quranında, həm Bibliyasında, İncilində açıq şəkildə deyir, qadının yeri kişidən sonra. Həzm eləyin bunu. Ona görə də min illərdir qadın tərbiyə eləyəndə deyirlər, qadınsan belə oturur. Tabi olmaq öyrədirdilər qadına. Ən çox belə şoka gətirən bir şeydir. Qaynatası. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağa ala bilmirəm. Bütün günahlara uşaqdan ötürü girirlər ha. Uşağıma çörək üçün rüşvət aldım. Uşaq güya ki, həyatın mənbəyiymiş. Uşağa o qədər diqqət verirlər ki, dünən bir qohum ailədə əgər kasıb yaşayırsa, demək kasıblıq istəmişik yaşamaq. O kasıblığın çox böyük avantajları var. Kasıblıq ağzı dada mindirmək üçündür. Məsələn, ac olmayan adam yeməyin dadını bilmir. Toxdur. Yeməkdən həzz ala bilmir. Aclıq həyatı dada mindirmək üçündür. Necə həyatı dada mindirmək olar? Ancaq kasıblıqla. Qadınlar indi paltar yumurlar, paltar yuyan maşın yuyur. Doğrudan mı vaxtının çoxsunu indi uşağına əsirləyir? Instagramdan asılır. Örnəkləri az deyil. Məcnun deyilsənsə, sənin gözündə Leyla sadəcə qara bir qızdır. Bu qədər adamları oxutdururuq, amma həqiqətin marağında olan adam mən demək olar ki, rast gəlmirəm. Hamı ona görə təhsil alır ki, diplom alıb yaxşı para qazansın. Həqiqətdən marağı olan adamlar çox-çox azdır. Özünə dəyər ver. Ən pis insanlar o insanlardır ki, imkanlı adam görən kimi onun üzünə gülüb fəqirə yuxarıdan aşağı baxırlar. Buyurur, istəyirsən biləsən Allah səndən razıdır ya yox, meyyər bildirir. Bax qəlbivə gör, fəqirləri sevirsənsə Allah da səni sevir. Kasıb insanlara məhəbbətin varsa Allah da səni sevir. Gəldilər Peyğəmbərə dedilər, bir dəstə müşriklərdən varlı adamlar idi, dedilər bir şərt